Tbilisidə 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən aksiyada iştirakçılar Respublika meydanından başlayaraq Rustaveli prospektinə doğru yürüyüş etdilər. Yürüyüşün sonunda parlament binası qarşısında artıq 101 gündür etiraz edən yerli nümayişçilərlə bir araya gəldilər. Mənim fikrimcə rasional düşüncəyə sahib hər kəs burada olmalıdır. Çünki ölkəmizdə siyasi məhbuslar, vicdan məhbusları var. Bizim legitim olmayan hökumətimiz var və bu hər kəsi narahat etməlidir. Məhz bu səbəbdən biz bugün buradayıq. Qadınlar dünyanı dəyişəcək. Heç kim qadınların səsini sustura bilməz. Biz o qədər güclüyük ki, heç bir hakim partiya bizi bastıra bilməz. Ümumiyyətlə, ölkədə güclənən avtokratiya dalğası belə vəziyyətlərdə ən çox əzilən qruplara belə deyək təsir edir və biz bunun fərqindəyik və biz onu görürük ki, gündən-günə xüsusilə bu ölkədə ən çox əzilən qruplardan olan qadınların belə deyək haqq və hüquqları parlament səviyyəsində, ölkənin mərkəzi belə deyək səviyyəsində günü-gündən yavaş-yavaş itirilməyə çalışır, yox edilməyə çalışır. Bugün demək olar bir neçə ay bundan əvvəl biz parlamentdə gender kvotası ümumiyyətlə ləğv olundu və o insanlar kimlər ki bu mövzunu o dərəcədə də önəmli saymırdılar və düşünürdülər ki, yəni onsuz da layiq olan getməlidir və yaxud nəsə və bunun sonraki addımlarını görə bilmirdilər. İndi biz onun həmin insanlar da daxil olmaqla görürük ki, bugün Gürcüstanın ən ali səviyyəsində, qanuni səviyyədə gender sözünün ümumiyyətlə istifadəsi qadağan olundu, çıxarıldı və gender bərabərliyi mövzusu ümumiyyətlə ölkənin belə deyək, siyasi iradə səviyyəsində artıq tamamilə yoxa çıxmağa başlayır və bu təbiidir ki, bizim üçün sadəcə gender məsələsi yox, ümumiyyətlə digər azlıq və digər əzilən qruplar haqqında da ciddi şəkildə qısıtlayıcı, məhdudlaşdırıcı qanunların alındığını görürük və bugün məhz etnik azlıq nümayəndəsi qadın olaraq burada olmağımızın məqsədi və əslində qalanda səbəbi odur ki, biz bilirik ki, bu ölkədə bir şey olsa ilk gözdən çıxarılası və ilk əzilməyə belə deyək, atılası, o əzmə maşınının ağzına atılası qruplar bizlərik və bugün əlimizdən ən azından burada durmaq gəlir, ən azından səsimizi çıxartmaq gəlirsə, bu fürsəti istifadə eləməli olduğumuzu düşünürük. Aksiya iştirakçıları arasında Azərbaycanlı fəallar da iştirak edərək Azərbaycanda həbsdə olan qadın jurnalistlərə diqqət çəkməyə çalışıblar.